Salam dostlar. Bugünkü dərsimiz SQL-ə giriş dərsi adlanır. SQL haqqında danışacağıq və databaselər haqqında danışacağıq bugün. Bu dərsin əsas mahiyyəti bizim data ilə işləyə bilmək üçün hansı strategiya ilə getməyimiz lazımdır. Onun haqqında birinci təsəvvürü yaratmaqdır ki, biz niyə SQL-ə ehtiyac duyuruq? Deməli, hər hansı bir proyekti yazanda, yəni bu istər web olsun, istər desktop olsun, istər console application olsun, fərqi yoxdur. Biz datalardan istifadə edirik və bu datalardan istifadə edərkən bu dataların bir yerdə toplanması bizim üçün önəmlidir. Yəni, hər hansı bir faylın içərisində biz bunu saxlaya bilərik. Saxlamalıyıq yəni. Və bunun üçün biz həmişə bir datanı bir yerdə saxlayanda bunun üçün önəmli olan bəzi məqamlar var. Yəni, mən məlumatı saxlayanda, məlumatı haradasa mən bunu saxlayanda bunun üçün önəmli bəzi nöqtələr var ki, biz buna diqqət eləməliyik. Deməli, birinci data rahatlıqla əldə oluna bilən olmalıdır. Yəni ki, mən istədiyim vaxt bilən olmalıdır. Bu birinci şərt. Yəni ki, bu nə deməkdir? Mən istədiyim vaxt, istədiyim məlumatı əldə edə bilməliyəm. İndi burada da məlumat haqqında danışanda istər-istəməz biz proqramçı olaraq düşündüyümüz üçün ilk ağlımıza gələn hansı tip məlumatların yaddaşda saxlanacaqdır. Yəni ki, çünki biz proqramlaşdırmanın özəyində bu var ki, əgər biz məlumat haqqında danışırıqsa, və bu məlumatın növü bizim üçün çox-çox önəmlidir. Niyə önəmlidir? Çünki biz onun üzərində əməliyyat aparacaq. Yəni, bütün proqramlaşdırma dillərində olduğu kimi, indi SQL bizim istifadə edəcəyimiz texnologiyada bir query language-dir, yəni sorğu dildir. Biz bundan istifadə edirik. Burada da bu önəmlidir. Yəni, deyək ki, bir data üzərində istifadə eləmək üçün, dataları idarə edə bilmək üçün yeni bir texnologiya kəşf eləmək istəyirik biz və bunun daha rahat olmasını təmin eləmək üçün biz qabağımıza bir məqsədlər qoymalıyıq ki, biz necə bir texnologiya ortaya qoyaq ki, bu bizim bütün tələblərimizə cavab verə bilsin. Ondan sonra burada ikinci bir əhəmiyyətli olan nöqtə dediyimiz kimi məlumatların növləri öncədən müəyyən olmalıdır. Öncədən bilinməlidir. Bu ikinci məsələ. Ondan sonra bunun indi əgər datadan söhbət gedirsə, burada data çox ola bilər. Uzun datalar ola bilər, böyük datalar ola bilər. Bunların içərisində sorğu apara bilmək. Yəni, sorğu dediyimiz şey də nədir? Belə deyək ki, uzun bir mətnimiz var. Yəni, ən bəsit şəkildə belə fikirləyək. Uzun bir mətin var və bu mətnin içərisində istədiyini axtarıb tapmaq istəyirəm. Və bu müddət bu istədiyim məlumatı axtarıb tapa bilmək mənim üçün önəmlidir. O keçən vaxt mənim üçün önəmlidir. Yəni, indi ağlınıza gələ bilər ki, məsələn, 5 səhifəli, 10 səhifəli bir məlumat, səhifə olaraq deyirəm. Yəni, bunu siz minlərlə səhifə, milyonlarla səhifəyə tökəndə o zaman məfhumu bizim üçün önəmlidir. Yəni ki, mən elə bir texnologiya inkişaf etdirməliyəm ki, istədiyim məlumatı millisaniyələr içərisində tapa bilim. Bu da önəmli. Yəni ki, məlumatın axtarılması asan olmalıdır. Ondan sonra biz bu məlumatları yığanda, məlumatları bir yerə toplayanda, təbii ki, əsas məqsəd məlumatın tapılmasıdır. Bunun üçün də mən öncədən elə bir məlumat strukturu yaratmalıyam ki, istənildiyi zaman rahatlıqla o məlumatı əldə edə bilim. Bunu nə olaraq düşünə bilərsiniz? Məsələn, deyək ki, getdiyiniz kitabxanalarda
Yəni istəyir universitet kitabxanası olsun, istəyir başqa kitabxanalarda olsun. O kitabxananı sevməyimizin səbəbi nə olur? Mən istədiyim məlumatı asanlıqla, yəni rahat bir roadmap-la gedib tapa bilirəmsə, deməli bu önəmlidir mənim üçün. İndi o kitabxana misalını, nümunəsini biz istifadə edəcəyimiz, layihədə istifadə edəcəyimiz datalara çevirsək, deməli ki, mən də datalarımı elə yığmalıyam ki, layihə yazarkən onun üzərində işləmək, yəni onu axtarıb tapmaq yenə rahat olsun, strukturlu olsun. Yəni mən öncədən baxanda bilməliyəm ki, bu hardadır, bu necədir və s. və s. Bunu da bilmək lazımdır. Və bunun üçün də necə deyirlər, məlumatları bir yerə yığmaq üçün istifadə olunur, TXT fayllarından istifadə olunur, Excel fayllarından istifadə olunur. Ondan sonra deyək ki, Word fayllarından çeşitli fayllar istifadə oluna bilər. Və bizim istifadə edəcəyimiz, məsələn, ən bəsit nümunəsini versək, Excel fayllar və ya Google Sheet fayllarını üzərində nümunə göstərsək, oradakı strukturu bir analiz eləsək, Google Sheet-dəki strukturu və ya Excel-dəki strukturu analiz edəcək və niyə bu strukturda qurulduğunu biz özümüzdə bir cavablandırmağa çalışsaq, baxın, Google Sheets-də belə bir struktur var. Nə var? Böyük bir cədvəl var və onun içərisində alt cədvəllər var. Baxın, mən burada bu şəkildə cədvəllər ayırdım. Bunlar nədir? Bunlar bir ümumi bazanın daxilindəki xırda hissələrdir. Yəni, ayrı-ayrı bölmələrdir, belə deyək. Və bu bölmələrə diqqət eləsək, adicə şeydən yola çıxaraq, Excel-dən yola çıxaraq və Google Sheet-dən yola çıxaraq biz bunu, çünki Excel və ya Google Sheet bizim üçün məlumatların toplana bilməsi üçün istifadə olunan ən geniş texnologiyadır. Yəni, hamının bildiyi, hamının istifadə elədiyi bir texnologiyadır. Biz indi buna biraz yaxından baxıb, bunu proqramlaşdırma tərəfi ilə birləşdirsək, işimiz asan olacaq. Deməli, mən burada böyük bir dənə, deyək ki, database var və bunun içərisində də bizlərdə nə var? Biz buna bundan sonra deyəcəyik, table'lar deyəcəyik. Table 1, table 01, table 02, table 02, table 03. Və indi biz bunları artıra bilərik. Və bu, düşünün, bir dənə bazanın içərisində bu şəkildə cədvəllər var. Hər cədvəlin də özünün bir vəzifəsi var. Misal üçün, table 1-də mən saxlamaq istəyirəm işçilərimin məlumatlarını, table 2-də saxlamaq istəyirəm maaşların məlumatlarını, table 3-də saxlamaq istəyirəm, deyək ki, mənim alqı-satqı işlərimi saxlamaq istəyirəm. Amma bunlar görürsünüz ki, hamısı bir şirkətə aid olduğu üçün və ya bir quruma aid olduğu üçün bunları bir yerə toplayırıq. Ondan sonra gəlin biraz da Excel-i biraz daha analiz eləyək. Burada Excel-də hər şey görürsünüz ki, bir koordinat sistemi üzərində təyin olunur. Yuxarıda sütunlar var, A, B, C, D deyə və solda da sətirlər var. Yəni ki, bir cədvəl formatı var və mən bura yerləşdirdiyim hər bir datanın adresini bilirəm. Bu, bayaqları bizim qoyduğumuz bir problem var idi. Datanın rahatlığına əldə oluna bilməsi, əlçatan olması. Və mən burada deyirəm ki, deməli, mən burada hər hansı bir data yazanda, mən bunun adresini bilirəm. Nədir bunun adresi? A1 və ya deyək ki, C3 və s. və s. Və mən bunlardan istifadə edə bilirəm. Bu, məlumatın yazılması üçün önəmlidir. Ondan sonra diqqət eləsək, əgər adicə Excel-in cədvəlinə diqqət eləsək və ya Google Sheet-in cədvəlinə diqqət eləsək, hər sütunda mən burada, baxın, bunu seçə bilirəm. Deyə bilirəm ki, bu sütuna yazılacaq olan məlumatlar number-dir, percent-dir, nə bilim, date-dir, ondan sonra adicə deyək ki, bir yazıdır, plain text-dir və s. və s. Bunları mən niyə edirəm? Çünki sabah hər hansı bir
bu sütun üzərində deyək ki, mən bura maaşları qeyd edirəm. Mən bunun üzərində toplam maaşı hesablamaq üçün bilməliyəm ki, ora yazılacaq məlumatlar toplana bilən məlumatlardır. Məsələn, mən ora mətin yazsam, onlar toplana bilən məlumat deyil və ya date yazsam, toplana bilən məlumat deyil. Dolayısıyla burada istifadə olunan məntiqlə, Excel-də istifadə olunan məntiq əslində ən minimal database məntiqidir. Və bugün də çox geniş istifadə olunur. Həddən artıq gözəl funksionallıqları var. Yəni, bu vaxta kimi heç maraqlanmayan varsa bir maraqlansın. Məsələn, burada Excel hazır funksiyalar verir. Yəni ki, deyək ki, ortalamanı hesablamaq üçün, toplamı hesablamaq üçün, max, minimum, count, ondan sonra müəyyən digər funksiyalar, həddən artıq çox funksiyalar və ən önəmli şeylərdən biri də filtrləmə xüsusiyyətləridir. Yəni ki, filtrləmə xüsusiyyətləri nədir? Siz müəyyən bir funksiya yazırsınız. Əgər sizin yazdığınız məlumat o funksiyanın tələblərinə cavab verirsə, siz fərqli bir şeylər edirsiniz. Yəni, bildiyimiz proqramlaşdırma məntiqi. Əslində, Excel-də bundan istifadə olunur, makrolar vasitəsilə çox geniş istifadə olunur. Amma bu bizim üçün, proqramçılar üçün çox da istifadə olunan bir struktur deyil. Niyə? Çünki burada yazılanlar hamısı hazırdır. Yəni, bu struktur hazırdır və bizə lazımdır ki, biz bunu daha fərqli şəkildə edək. Dolayısıyla biz database deyilən bir strukturdan istifadə edəcəyik. Onu ilk əvvəl başa düşmək lazımdır ki, database deyilən struktur birə-bir görüntü olaraq, belə deyim, fəlsəfi olaraq Google Sheets'in bir şeyinə bənzər, bir faylına bənzər. Burada bir dənə Google Sheets faylıdır, içərisində cədvəllər var və s. və s. Və biz bunu sıfırdan özümüz qururuq. Bu hazırdır. Məsələn, Google Sheet'də biz isə bunu özümüz qururuq. İndi bunu da qurmaq üçün bir texnologiyaya ehtiyacımız var bizim. SQL texnologiyası deyilən bir texnologiya ehtiyacımız var. Structured Query Language deyə. Və bu query language-lə biz bir mənada belə fikirləşə bilərsiniz ki, həm meydanı qururuq, həm o database-imizi quracaq, həm də onun üzərində filtrləmə əməliyyatları apara bilmək üçün lazımlı kodları yazacaq. Bunun üçün də bunun proqramçılar üçün önəmi nədir? SQL-in proqramçılar üçün önəmi nədir? Çünki bütün proqramçıların deyək ki, belə bir el məsələ var. Deyək ki, pişiyin bütün oyunu deyir, bir tikə ət üstündədir. Yəni, bütün proqramçıların da bütün oyunları nə iş görürlərsə, məlumat üzərində hakimiyyət qurmaqdır. Yəni, dolayısıyla proqramçı və məlumatı bir-birindən ayırmaq olmaz. Xüsusilə backendçiləri, backend proqramlaşdırma ilə məşğul olan insanları database və məlumatdan ayırmaq, məlumatdan ayrı düşünmək mümkün deyil. Yəni, bizim işimiz odur. Dolayısıyla biz database-i, düzdür, bu database development, database üzərində işləmə ayrı bir ixtisasdır. Başlı başına bir ixtisasdır. Amma günümüz reallığını fikirləşəndə, yəni bir backend developerın SQL üzərində hakimiyyət qazanması nədir? İndi biz, məsələn, bir proqramlaşdırma dili ilə müəyyən datalar üzərində filtrləmə əməliyyatları apara bilirik, müəyyən işlər görə bilirik. Amma indi biz burada iki məsələ var. Biz bir web server işlədirik, hər hansı bir web application işlətmək üçün. Bir də var database server var. İndi sizin əgər database'inizin üzərində 1 milyondan yuxarı, 1 milyarddan yuxarı məlumat varsa, burada sizin və o 1 milyon məlumatdan sizə lazım olan 5 və ya 10 dənə məlumatdır. Müəyyən filtrləmə funksiyaları apardıqdan sonra, məsələn, deyək ki, 1 milyon məlumatınız var və siz istəyirsiniz ki, deyək ki, müştəri məlumatları var. Müəyyən adla deyirsiniz ki, X adına bərabər olan müştərilərin mənə statistikasını çıxar. Yəni, xərclədiklərini çıxar. Və buna istər-istəməz
1 milyon sətir daxilində düşünün burada 1 milyon sətrin olduğunu və bunun içərisində siz bir sorğu aparırsınız. Deyirsiniz ki, məsələn, ad sütunu əgər filan şeyə bərabərdirsə, Əhmədə bərabərdirsə, onları mənə göstər. Və bu 1 milyon sətir içərisindən bunu axtarıb tapmaq müəyyən vaxt alır. Və bu müəyyən bir resurs tələb edir. İndi siz burada nə edə bilərsiniz? Bu database-dən işləyən insanlarda iki yanaşma ola bilər. Əgər siz database-dən işləməyi yaxşı bilmirsinizsə, təbii olaraq deyək ki, sizə oradan 1 milyon data göndəriləcək, X proqramlaşdırma dilində işləyən bir insana və siz o 1 milyon datanı web serverə göndərəcəksiniz və onun içərisində soru aparmağa başlayacaqsınız. Bu birinci versiya. İkinci versiyada isə siz sorğunu SQL vasitəsilə database serverdə eləyəcəksiniz. Çünki database server sırf database idarə etmək üçün var. Və sorğunuzu orada aparacaqsınız. 1 milyon datanı yox, sadəcə sizə lazım olan datanı web serverə ötürəcəksiniz. İndi düşünün, burada performans baxımından, işin görülə bilmə baxımından hansı daha üstün olacaq? Təbii ki, database tərəfində. Yəni, dolayısıyla, indi bu böyük layihələrdə bu qədər fərq varkən, deyə bilərsiniz ki, biz o leveldə layihələr yazmayacaq və ya hələ onun üçün tezli, junior leveldə və s. və s. Amma qətiyyən belə düşünməyin. Yəni ki, bir backendçinin database ilə olan əlaqəsi nə qədər yaxşıdırsa, o onun backenddə daha sürətli inkişafına birə-bir təsir edir. Yəni, bunu da zamanla da görəcəksiniz. Dolayısıyla, indi biz SQL-i öyrənərkən əslində ilkin olaraq bəlkə də sintaktik olaraq SQL digər proqramlaşdırma dillərindən müəyyən nöqtələrdə çox daha rahat bir sintaksa sahibdir. Çox daha rahat bir sintaksa sahibdir və burada ikinci bir məsələdə, önəmli bir məsələ var ki, database'in də növləri var. Məsələn, SQLite, PostgreSQL var, MySQL var, MS SQL var. Hətta MS SQL-i idarə etmək üçün Microsoft xüsusi spesifikləşdirilmiş bir SQL formatı çıxardıb, TSQL deyə və ya NoSQL deyə. Bunun xüsusiyyətləri var. İndi biz layihə yazarkən hansı növdə database-dən istifadə eləyəcəyimiz bizim üçün önəmlidir. Yəni, database seçimi. Biz hal-hazırda iki database növü üzərində işləyəcək. Birincisi SQLite, ikincisi PostgreSQL. Amma bunların arasında əslində hansı növdə database'dən istifadə elədiyinizdən asılı olmayaraq ortaq bir dənə xüsusiyyətimiz var və hansı database növündən istifadə edirsinizsə eləyin, sizin istifadə edəcəyiniz dil SQL dilidir. Yəni, dolayısıyla SQL-ə nə qədər hakimiyyət qursanız, bir o qədər də database-ə də hakimiyyət qurmuş olacaq. Sadəcə müəyyən indi database növləri arasında nə kimi fərqlər var, onları da növbəti dərslərdə analiz edəcək ki, təsəvvürünüz oturaqlaşsın ki, mən bu database-imi işlətməliyəm, yoxsa bu database-imi X layihəsində bu mu lazımdır, Y layihəsində bu mu lazımdır, buna görə biz fərqləndirməliyik. Dolayısıyla birinci SQL üzərində biz hakimiyyət quracaq müəyyən levela qədər. Ondan sonra artıq o SQL ilə olunan işləri biz öz layihəmizə necə tətbiq edəcəyik, onlara da baxacaq. Dolayısıyla SQL-ə başlayanda bizim öyrənməyimiz lazım olan iki dildə kateqoriya var. Bu SQL öyrənərkən lazım olan iki kateqoriya var. Birincisi DML, ikincisi DDL. Hətta bunu buradan da siyahısını göstərə bilərik. SQL, DML, DDL və ondan sonra bunun detalları da var. Məsələn, DCL də var, DCL. Baxın. Və bunlar əslində bütün SQL-in komandalarıdır. Sadəcə olaraq kateqoriyalara ayrılıb. Məsələn, deyək ki, biz əsas bunun üzərində işləyəcəyik. Data Definition Language. Ondan sonra Data Manipulation Language.
Ondan sonra data query language var. Ondan sonra data control language var. Bunların da üzerinde işleyeceğiz. Ama bugün start vereceğimiz nokta nedir? DDL ve DML. Yani bunlar niye birbirinden ayrılır? Çünkü SQL'de görüləcək işler farklı kategoriyalardadır. Yani dolayısıyla biz de o kategoriyaları əsasən öğrensək daha rahat olacaq. Birinci başlayırıq hardan? DDL'den, yani Data Definition Language'den. Bu nə? Data Definition Language nə? Bunun hakkında biraz danışaq. Demək, Data Definition Language biz bayaqlar dedik ki, bizə Excel cədvəli hazır verilir və Google Sheets cədvəli hazır verilir və biz o cədvəl üzərində, hazır cədvəl üzərində sadəcə datalarımızı daxil edirik və onun üzərində hansısa sorular aparırıq. Amma klassik database məntiqində, proqramlaşmadakı database məntiqində ortada cədvəl deyilən bir şey yoxdur. Ortada database deyilən bir şey yoxdur. Biz bunu create eləməliyik. Yəni ki, yaratmalıyıq. Nəyi? Database'i də biz yaratmalıyıq. Ondan sonra şeyi də biz yaratmalıyıq. Cədvəlləri də biz yaratmalıyıq və o cədvəllərin içərisində hansı sütunlardan istifadə olunacaqsa onları da biz yaratmalıyıq. İndi düşünün, mən bir database yaradıram. Bunu yaratmaq üçün klassik komandalar var və mən burada gedirəm şeyi yaradarkən, DML'in kodları arasında danışarkən mən nədən şey deyəcəm, nəyi diqqət alacağım. Deməli, mən database yaratmaq istəyirəm, bir dənə database'im var. Bu SQLite ola bilər, PostgreSQL ola bilər, MySQL ola bilər və ya fərqli database növü ola bilər. Hal-hazırda onun üzərində dayanmırıq. Nəyin üzərində dayanırıq? Bir dənə boş bir database'im var. Mən bunun içərisində nələr eləyə bilməliyəm və burada öyrənəcəyim SQL komandaları mənim üçün nə iş görəcək? Buradan deyək ki, bu birbaşa komandalar üzərindən danışaq ya da elə bir burada yazaq. Deməli, birinci mən burada nəyə eləyə bilməliyəm? Table yarada bilməliyəm, cədvəl yarada bilməliyəm. Ondan sonra table içərisində sütunlar yarada bilməliyəm. Yəni, burada Excel şitində olduğu kimi hazır verilmir bizə. Mən yaratmalıyam bunu. Ondan sonra table sütunlarını, data tiplərini müəyyən edə bilməliyəm. Müəyyən edə bilməliyəm. Və ondan sonra bunun üzərində deyək ki, bir sütuna bir məlumat yazdıq və bizim ehtiyacımız olacaq ki, o table'a, o sütuna yazılacaq məlumatları, məsələn, buraya yazılacaq məlumatları biz müəyyən limitləmə eləyək bura. Məsələn, bura deyək ki, məsələn, burada müəyyən bir limitləmə var. Gördüyük kimi. Məsələn, bura diqqət edirsinizsə, bu sütunda, baxın, buradakı sütunda nə xüsusiyyət var? Mənim bura yazdığım məlumatlar ədəddir və bu ədədlərdə nə xüsusiyyətlər var? Baxın, arta gedir. 1, 2, 3, 4, 5, 6 deyə arta gedir. Və ondan sonra burada bəlkə də çöldən baxanda diqqət çəkilməyən bir şey var ki, burada sütunlar təkrar olunmur. Yəni, sətirlər təkrar olunmur. Sətirdəki məlumatlar, yəni burada ikinci bir 10 deyə bir data tapa bilməliyik biz. İkinci bir 15 deyə məlumat tapa bilməliyik. Bunun da səbəbi indi Excel'də işləyəndə başa düşmək olar ki, yəni bu koordinatı tam təyin eləmək üçündür. Amma bizim üçün database'də bunun önəmi var ki, yəni müəyyən bu limitləmələri qoymaq önəmi var ki, biz hər şey sıfırdan özümüz yaratdığımız üçün hər şeyin qaydalarını biz təyin etməliyik. Yəni o cədvələ necə məlumatlar yazılacaq, hansı məlumatlar yazılacaq, onlar haqqında biz özümüz analiz eləməliyik. İndi burada mən bunu yarada bilməliyəm və ondan sonra məsələn deyə bilməliyəm ki, bu sütunun içərisinə ancaq rəqəmlər gələ bilər. Ondan sonra deyə bilərəm ki, məsələn bu sütundakı hər bir bölmə
boş buraxıla bilməz. Ondan sonra boş buraxıla bilər. Yəni belə bir qaydalar qoya bilərəm. Yəni ki, o bura yazılacaq məlumat haqqında, məsələn, bu bölməyə, bu hüceyrəyə, bu sel deyirlər buna. Bura yazılacaq məlumatın bütün xarakteristikasını mən təyin edə bilməliyəm. Deyə bilməliyəm ki, bura tamam rəqəm gəlsin. Ancaq deyək ki, natural ədədlər yazılsın bura. Və bura məsələn yazılacaq məlumat deyə bilərəm ki, bura məlumat boş buraxıla, bura boş buraxıla da bilər, buraxılmaya da bilər. Ondan sonra bura unikal ola bilər və ya unikal olmaya bilər. Ondan sonra bura əlavə deyə bilərəm ki, sonradan görəcək ki, başqa bir cədvəllə əlaqəsi varmı bunun? O mövzuya da girəcək, relational database mövzusuna da girəcək ki, biz oradan bunu qavraya bilək. İndi bu mövzunu birinci oturaqlaşdıra bilmək üçün, bizim ilk öncədən nəyə başlamamızdan, tamam mən bir database'lər haqqında danışdıq. SQLite, PostgreSQL, MySQL və s. və s. İndi bizim ilk öncə bir research eləməyimiz lazımdır ki, çünki ən önəmli məsələlərdən biri, tamam mən layihə yazıram, hansı növ database'i istifadə eləməliyəm. Bunlar haqqında bizim növbəti dərsdə danışacağıq, amma o dərsi daha rahat qavraya bilmək üçün, sizin də ilkin bir ön araşdırma eləməyiniz lazımdır. Və ondan sonra biz artıq SQL haqqında danışanda, SQL-də istifadə edəndə daha oturaqlı şəkildə bunu analiz edə biləcəyik ki, biz X database-indən, bu məsələn qabağımıza bir layihə gəlir. Bunun seçimi çox önəmlidir. Database seçimi çox önəmlidir. Çünki biz özümüzdə qərar verə bilmə qabiliyyətinə sahib olmalıyıq ki, baxın, mənim qabağıma belə bir proyekt gəlir. Bu web ola bilər, mobile ola bilər və ya desktop ola bilər, fərqi yoxdur. Bizim qabağımıza gələn layihə üçün bu layihənin məlumatlarını biz hansı tipdə database'də saxlayacağımıza qərar verə bilməliyik. Yəni, bu önəmli bir məsələdir. Ona görə ilkin araşdırmasını eləyəcəksiniz. Mən indi sizə bir neçə dənə database nümunəsi deyəcəm. Hansı ki, bunlar arasında müqayisə eləmək lazımdır. Belə deyək. İlkin araşdırma olaraq, deməli, SQLite, PostgreSQL, ondan sonra deyək ki, MySQL, populyar şeylərdən, ondan sonra MS SQL, ondan sonra Oracle və bir də non-relational database'lərdən MongoDB. Bu database növləri haqqında, qısacası bunlar haqqında bir araşdırma eləyəcək və müqayisəli bir şey yaradacaq. Yəni ki, bunların xüsusiyyətləri nələrdir? Mən layihədə hardan biləcəm ki, mən SQLite istifadə eləməliyəm, Postgre-mi, yoxsa MySQL-mi, MS SQL-mi? Ona görə bunları araşdırarkən özünüzdə ilkin araşdırma, növbəti dərsin hazırlığı olaraq fikirləşməlisiniz ki, bunun xüsusiyyətləri nədir? Sadəcə bəsit bir introsunu oxumağınız kifayətdir. Sadəcə bu 5 dənə, 5-6 database növünün introsunu oxuyaraq özünüz üçün müqayisəli bir cədvəl yarada bilərsiniz ki, bunun müsbət cəhəti nədir, mənfi cəhəti nədir? Ən az hər biri haqqında 3 müsbət və ya mənfi deməyək də, yəni ki, o birilərindən fərqlənən xüsusiyyət araşdırmasını eləsəz, növbəti dərsdə daha detallı şəkildə biz bunları analiz edib başlaya bilərik, Allah qoysa. Belə, bugünkü dərsimiz bu qədər, növbəti dərsdə görüşənə qədər.